sınaq imtahanları təşkil etməklə müəllimlərə dəstək edirik. Yəni müəllim birbaşa özünü həmin imtahanda hiss eləsin. Bəli. Çünki çoxlu bilirsiniz də imtahan nə imtahan olur olsun, insanlar həyəcanlanırlar. Görəsən mən bilirəm, amma 2 saat ərzində bunu edə bilərəmmi? Və bu 2 saat ərzində baxmayaraq ki, sınaq imtahanları çox belə deyək müəllimlərimiz üçün bir yaxşı işdə odur ki, səhər saat 10-dan açılır sistem və axşam saat 7-yə qədər. Amma bir şəxsin orada iştirak etmə imkanı sadəcə 2 saatdır. Yəni bir dəfədən sonra ikinci dəfə mən girim bir də özümü yoxlayım deyə belə bir şey yoxdur. Və o 2 saatdan səmərəli istifadə edən müəllim həqiqətən sualların oxunuşuna nə qədər vaxt ayırır, sonra özünü oradan bildim, həyəcanını nə qədər müddətə boğa bilir, onu saxlaya bilir və nə qədər vaxtı onun cavablandırmasına həsr eləyir. Deyək ki, elə suallar var ki, onun öhdəsindən hiss eləyir ki, uzun bir müddət onun üzərində çalışmalıdır. Onu keçib tez daha asan sualın üzərində çalışıb sonra geri qayıtmaq şərtlərini yoxlayır. Və belə deyək də, onlar üçün bir növ həqiqətən sınaq meydanıdır. Yəni ona görə bizim həmişə apardığımız belə deyək geniş təbliğat ondan ibarət olub ki, müəllimlərimiz sınaq imtahanlarına, yəni təhsil institutuna keçirdiyi sınaq imtahanlarına sertifikatlaşma ilə bağlı nəzərdə tuturam. Yəni bu nöqteyə nəzərdən baxmasınlar ki, bu ağırlıq dərəcəsini müəyyən etmək üçündür. Xeyr, bu birbaşa müəllimlər üçün dəstəkdir və müəllimlərin özləri üçün lazımdır. Ona görə də rahatlıqla da iştirak etmələrini gözləyirdik və belə də oldu. İştirak ediblər.